Salam dəyərli şagirdlər. Bu gün dəyər nəşrlərinin sınaq imtahanı keçirilmişdi. Hal-hazırda 8-ci sinif Azərbaycan dili suallarını variantlar üzərindən sürətli bir şəkildə izah edəcəm ki, şagirdlər rahat yoxlasınlar. Hansısa sualın, yəni ətraflı cavabının izahını istəsəz, videonun şərh bölməsində yazarsınız. Videoya keçməmişdən öncə kiçik bir xahiş dedim. Mümkünsə, yəni kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. İndi isə başlayaq. Deməli, mətni yəqin ki, şagirdlərimiz diqqətlə oxuyub. Birinci mətndə fikir versəz yazmışdı ki, bu sənin köhnə sənətindir sözləri ilə, yəni o gənc ana nə demək istəyirdi? Orada biz diqqət eləsək A variantına, Mariya Karpovnanın əvvəllər də insanları satmaq və xəyanətlə məşğul olmasına işarə eləmişdi. 1-də A. 2-də mətndəki bolşevik özündən sonra onu bizim başımıza bəla eləmək istəyirdi ifadəsi ilə Mariya nə demək istəyirdi? Burada diqqət eləsək, yəni artıq o bir növ satqın olduğuna görə Almanların ideologiyasını tamamilə mənimsəmişdi və öz xalqına düşmən kəsilmişdi. B variantı. 3-də Mariyanın yaralı uşağı görüb gülümsəməsi onun xarakteri haqqında hansı nəticəni gəlməyə əsas verir? Burada diqqət eləsək, o öz işini uğurla yerinə yetirdiyi üçün belə deyək, sevinç hissi keçirən bir satqındır. C variantını yaza bilərik. 4-də mətnə ad verin xəyanətin üzü, yəni Mariyan timsalında. 4-də A. 5-də mətnin birinci abzasında heç bir ifadənin leksik mənasına uyğun gəlmir. Bir işi edəcəyinə söz vermək vəd mənasında, israr etmək təkid, torpaqda uzunluğa qazılan dərin çuxur xəndək, qaravulçu, keşikçi, mühafizəçi bu gözətçiyə uyğun gəlir. Y variantı isə, yəni öz əzəməti ilə nəzəri cəlb edən ev, bu yox idi mətndə. Yəni bunu E variantını biz cavab olaraq götürə bilərik 5-də. Bu da belə. Tünd hərflə verilmiş ifadələrdə məcazi mənada olanları müəyyənləşdirin. Gözdən keçirmək, bir də hücum çəkmək yaza bilərik. Daxmanın qapısı ilə qonur saçlar isə həqiqi mənadır. 7-də verilmiş cümlələrdən hansında xəbər əmr şəklində olan sözlə ifadə olunmuşdur? Burada diqqət eləsək, D variantında eşitsin feili əmr şəklindədir. Keçək 8-ə. Tabesi əlaqəsi işlənmişdir. Burada Bakı, Gəncə və Şamaxı kimi şəhərlər. Yəni, tabesi əlaqəsi həmci sözlərlə tabesi mürəkkəb cümlə arasında olduğuna görə D variantını götürürük. Keçək 9-a. Hansı cümlədə o, bu əvəzliyindən sonra vergülün qoyulması bütün hallarda yanlışdır. Budan sonra əvəzlik gələndə vergül olmaz. Ona görə 9-da C-ni qoya bilərik. C-ni götürə bilərik daha doğrusu. 10-cu suala gələk. 10-cu sualda bizdən nə soruşur? Paxıllıq sözündə q-x-ya çevrildiyinə görə yanlış fikri soruşur. Yanlış fikir də burada səs hərf tərkibi fərqlənmir. Q-x-ya çevrildiyinə görə fərqlənir. 10-da B oldu. 11-də hansı həqiqədəki sözlərin hər üçündə id hissəci işlənmişdir? Zamandan sonra, yəni hissəci gələcəyinə görə Y variantını götürə bilərik. 12-də hansı cümlədə frazoloji birləşmə işlənməmişdir? Burada D variantına fikir versək, yəni yemək hazırlayarkən ehtiyatsızlıqdan əli yanmaq bu, yəni fiziki cəhətdən mümkündür. Ona görə D variantı. 13-də azaltma dərəcəli sifəti deyir, açıq sarı. B variantı. 14-də sinonim cütlüyü pozulmuşdur. Baxmaq, yəni fiziki olaraq, görmək isə bir işi, yəni belə deyim də, təkcə zahiri cəhətdən, yəni görüntü olaraq yox, həm də yəni bir şey anlamaq, yəni həqiqətləri görmək mənasında. 14-də C, yəni sinonimlik pozulmuşdur. 15-də yəni sözü ədat kimi işlənmişdir. Yəni sən həqiqətən də bu qədər yolu piyada gəlmişsən, bu sual ədatı kimi işlənmişdir. 15-də Y. 16-da məktəbli sözü ilə eyni köklü olan, yəni düzəltmə söz məktəbdəki, dakidəki sifət düzəldir. 16-da D. 17-də hansı bənddəki saydan sonra işlənən ismin cəm şəkilçi qəbul etməsi yanlışdır? Xeylidən sonra gələn isimlər təkdə olacağına görə C-ni götürə bilərik. 17-də. 18-də mübtəda fe'li birləşmə ifadə olunmuşdur. Vətəni canından çox sevmək hər bir vətəndaşın borcudur. Nə hər bir vətəndaşın borcudur? Vətəni canından çox sevmək. 18-də biz A-nı götürə bilərik. O biləndə belə bir şey yoxdur. Yəni fe'li birləşmə, yəni mübtədaya aid olsun. 19-da səhv yazılmış sözü bizdən istəyir. Diqqətlə baxsaq, burada 3-də ismin hallarında id düşməlidir. İsmin halları. 19-da 3-cünü yazmalıydıq. 20-də Marağa rəsədxanasının yəqin şagirdlərimiz diqqətlə oxuyub. Burada 20-ci sualda D, yəni 4-cü rəqəm götürə bilərik. 4-cü Rum rəqəmdə yazmışdı ki, burada Qrinviçdən 34-35 dərəcə qərbdən götürərək Cənubi Amerikanın şərq hissəsindən keçirir.
uzunluq dairəsini. Ona görə də burada biz Qərb yarımkəsinə aid olan, yəni Qərb yarımkəsində sonralar Amerika adlandırılmış materikin varlığına xəbərdar olublar, yəni əvvəlki astronomlar. Bunu D variantına aid edə bilərik. 4-cüyə. Çünki orada Amerikadan söhbət gedirdi. 21-də Nəsrəddin Tusinin dağdan tas atmaq hadisəsini danışmaqda əsas məqsədi o idi ki, astronomiya elminin hadisələri əvvəlcədən bilmək və sakitlik yaratmaq baxımından faydasını izah etmək. 21-də A. Mətnin ümumi məzmundan çıxan ən doğru nəticə bu idi ki, Manaqara istiqanası dövrün ən böyük elmi mərkəzi olmaqla yanaşı, həm də cihaz qayırma və tədris mərkəzi idi. Bu da belə. C. 23-də Zici İlxan əsəri ilə bağlı ən uyğun fikri soruşurdu. Ən uyğun bu idi ki, burada Manaqara istiqanasında çalışan astronomların elmi fəaliyyəti və müşahidələr nəticəsində yazılmışdı. Burada var idi. Deyir ki, Manaqara istiqanasında çalışan astronomların elmi fəaliyyəti və müşahidələri Zici İlxani adlanan məşhur əsərin yazılmasına gətirib çıxartmışdı. Aha, 23-də tapdıq. 24-də gələk. Mətndə Müəyyidəddin Ordi haqqında hansı məlumat verilib? Orada diqqət edəcək, o görkəmli astronom və konstruktor olaraq rəsədxana cihazlarının hazırlanmasında iştirak etmişdi. B variantını yaza bilərik. 25-də mətn məzmununa əsasən nöqtələrin yerinə cavab kağızına uyğun ifadə yazmaqla cümləni tamamlayın. Yazmışdı ki, Ordinin oğlu Məhəmməd tərəfindən hazırlanmış göy qlobuslardan biri bizim günlərə qədər gəlib çatıb və hazırda Dresden muzeyində saxlanır. Bunu yazmaq olar, saxlanılır. Yəni, taq ki, hər hansı bir əşya bu günə qədər gəlib çatıb və filan muzeydə saxlanır. Yəni, bunu yazmaq daha məntiqlidir. Beləcə, bütün sualları sürətli bir şəkildə izahını verdi. Yəni, maksimum sürətli çəkməyə çalışdığım videonu. İnşallah ki, gözdən qaçan bir şey olmadı. Təklif və iradlarınızı şərh bölməsində yaza bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm.